Mağazin Plus Tural Avtoservis 023-ün sponsorluğu ilə reklamlardan sonra davam edir. Verilişin sponsoru Tural Avtoservis 023. Müğənni İlhamə Qasımova Mağazin Plus-a eksklüziv müsahibə verdi. Efirlərdə az-az görünməyinin səbəblərini, yeni layihələrini və vəzi süjetdə. Bilirsiniz, biraz belə durğunluq dövrü var idi. Bəzi bəlli səbəblərdən, yəni bilirdiniz siz onda da. Ondan sonraki son 2 ildə də yavaş-yavaş yəni efirə çıxmaq istirdim. Amma məsələn mənə xoş gəlmirdi əslində bəzi yerlərdə, bəzi qonaqlarla efiri bir yerdə paylaşmağı. Yəni heç kimin sənətinə qarşı pis deyiləm. Sadəcə olaraq mən tanımadığım insanlarla verilişlərdə olmağı sevmirəm. Çünki necə deyim, hətta gedəndə görürdün ki, sən elə bil ki, kiminsə fonunda olmaq kimi səni dəvət eləyirlər, bəzən olurdu. Bilmirəm nəyə görəsə o yeni olan müğənnilərdə elə problemlər, yəni nə bilim, nəyə görəsə olurdu belə. Ona görə bəzi verilişlərə ümumiyyətlə özüm üçün fikirləşdim ki, mən o verilişlərə bir daha getməyəcəyəm. Doğrudan da gözəl, yəni musiqili, zövqlü olan verilişlərə gedirəm. Sadəcə olaraq məsələn eyni verilişə mən bir il ərzində 2 dəfə çıxa bilərəm də. Yəni mən 4 dəfə çıxa bilmərəm axı. Ona görə də hər kanalda belə veriliş, məsələn 1-2 belə veriliş var. Yəni belə çıxır ki, il ərzində mən cəmi 5 dənə 6 dənə verilişə çıxıram da. Belə görünür. Düzdür, mahnı keçən il durğunluq oldu, demək olar ki 1 il, mən bir dənə cəmi mahnı oldu. Amma bu il əslində düz 5 mahnı məni gözləyir. Yəni ki, biraz mənim özümün tənbəlliyim, biraz öz səhhətimlə maraqlandım biraz ona görə və indi inşallah Allah qoysa, yəni o mahnıları yazıb, əslində birini yaya hazırlamalıydıq, çatdırmıram. O mahnılar hazırlanacaq inşallah. Mağazin Plus verilişinin sponsoru Tural Avtoservis 023-ün rəhbəri Tural Ustanı daha yaxından tanıyacaq. 11-12 yaşımda işləməyə başlamışam və mən Göyçaylıyam əslən olaraq. Göyçay şəhərində özüm üçün işləməyə başlamışdım. Heç avtomobil biznesinə sahəsinə gəlməmişdən əvvəl olaraq, usta kimi fəaliyyət göstərməmişdən əvvəl bir qohum vardı. Onun yanında biz ofisant işləməyə başlamışam bir kafedə. O da yol qırağındaydı. Gün 3 manat işləmişəm. Və demək olar ki, mən orada həm ofisiant işləyirdim, həm bufetdə işləyirdim, həm də oranın təmizlik işinə baxırdım. 3 işi görürdüm, gündə 3 manat pul verirlərdi mənə. O mənim üçün deyərdim ki, həyatımda ən sevincli bir məqam oldu ki, orada 11 manat pul tapmışam. Və mən o pulu götürdüm, qaça-qaça gəldim ki, müdürümüzün yanına. Mən 11 manat pul tapmışam. Bu da durdu yuxudan, başladı əlini cibinə atdı ki, pul məndən düşüb. Dedim, səndən düşməyib də, mən bu pulu tapmışam. Məlum məsələdir ki, orada işləyirəm, mən bunu necə deyim, halallıqdan eləli gəlir ki, nə görürdüm, nə tapırdım. Klient mənə özümə belə çayvay verəndə deyirdim ki, mənə pul verdilər. Belə bir şeylər hamısını deyirdim mən. Və orada mən həmən 11 manatına dedim. Birinci tərəddüd elədi ki, o pul bizdən düşüb. Zibini axtardı, ora baxdı, kaşlokuna baxdı, gördü ki, pul onun deyil. Mən axı gün 3 manat işləyirdim. Bu mənə 1 gün işlədim, 2 gün işlədim, 3 gün işlədim, maaş vermədi. 4-cü gün isə işləyəndə 1 manat pul verdi. Bax, ən təsirli yeri də buradır ki, 4-cü gün işləyəndə o mənə 1 manat pul verdi, 4 günə 1 manat verdi. Dedim, niyə 1 manat verirsən? Dedi, sən mənim yanımda işləməsəydin və sən oradan 11 manat pulu da tapmazdın. O 11, bu da 1 manat, eləyir 12 manat. Mənim günüm 25 qəpiyə düşüb. Yəni, mən bir günü 25 qəpiyə işləmişəm. Gördüyü haqsızlıqlar, yaşadığı uğursuzluqlar onun əzmini qırmadı. Əksinə, daha da güclü insana çevirdi. Bir müddət keçəndən sonra 15 yaşım vardı. Mən yaxın adamlar vardı, qohum bağlılığımız var da belə deyim. Onların həyətində fəhlə işləməyə başladım. Bu
Bu mənə 25 manat verməli olurdu günə. Səhər 10 tamamda gedirdim, axşam 6-ya kimi qış ayı olduğuna görə biz də kənddə oluruq. Şəhərə gəlib getməyə inanın ki, maşın tapmırdıq gəlib getməyə. Avtomobil də yox idi, tamam da maşın olmayıb. Mən əziyyət çəkirdim gəlib getməyə. Bu məni 6-da buraxırdı ki, müəyyən bir yerə taksi ilə gedib oradan da yenə də evə gedib çata bilim. Çox gecə qalmayım da, yaşım da az idi. Şəhər rayonunda da qala bilmirdim. Bu kənddə olurdu evimiz. Mən bir gün bu gəldi, səhər işə gəldi, gördü ki, mən bunun həyətində, obyektin həyətində ağacların dibini belləyirəm. Yəni ağacların dibini işləyirəm. Dedi ki, necəsən? Salamlaşdıq. Dedim, çox sağ olun. Bunun xanımı da, həyat yoldaşı da yanımdaydı. Dedim, təşəkkür edirəm, sağ olun, siz necəsiz? Salamlaşdıq bir qohum olaraq. Dedi, sən yeganə fəhləsən ki, Göyçayda günü 25 manata işləyirsən. Mənə dedim ki, o nə deməkdir? Dedi, sən səhər 10-da işə gəlirsən, axşam 6-da gedirsən, sənə 25 manat pul verirəm. Mən də içimdə olaraq, insanın bir iç səsi var. Dedim ki, sevindim. Dedim, nə yaxşı ki, bu qohumculuğa görə, tanışlığa görə, məni çox istədiyinə görə bu mənə 25 manat işlədir. Bu mənə yaxınlaşdı, dedi ki, bəlkə sənin pulunu 10 gündən bir verim. Günü 25 manatdan sevindim ki, 250 manat eləyirdi. 10 günün axırında alacağam pulu. Dedim, verərsiniz, yaxşı. Bu elə oldu ki, 10 günün axırında gəldi, mənim pulumu hesablayanda 15 manatdan verdi. Sonradan başa düşdüm ki, bu xanımı ilə bir yerdə gəlmişdi. Onun xanımı ona icazə vermədi ki, o 25 manatdan mənim pulumu versin. Amma orada da bir həyat mənə dərs verdi ki, sən kiminsə üçün, buradan da bütün gənclərə səslənirəm ki, kiminsə üçün nə qədər işləsən, sənin müdürün pul qazanmış olacaq. Sən özün öz işini qurmalısan və buradan da həqiqətən də onlara mən təşəkkürümü bildirirəm ki, nə yaxşı ki, onlar o vaxtı belə bir haqsızlıqmı deyim, belə bir şəraitmi deyim, mənim üçün elədilər, yaratdılar ki, mən gəldim öz işimi gördüm. Yoxsa mən hələ də onların qapısında fəhlə işləyirdim. Onun üçün onlara həqiqətən təşəkkür düşür də. Arada istəyirəm onları görəndə qucaqlayım belə, bağrıma basım ki, nə yaxşı ki, siz o vaxtı, yəni belə bir sınaqlardan məni çıxartmısınız. İşini sevdi, peşəsi üçün çalışdı və bacardı. Evdə 3 övlad, 2 bacım, bir qardaşım, hamısı təhsil alıb. Qardaşım aşpazlığı təhsil alıb, bacılarım həkimliyi bitirib. Mamam həmişə deyirdi ki, anam misalda dizinə vurub deyirdi, bala sən məni yandırırsan. Deyirdi ki, bala sən oxumadın, çox oxumadın, sən oxumadın, çox oxumadın. Hər kəs oxumağı məsləhət bilirəm. Birinci növbədə oxumaq lazımdır. Bu şərtdir. Mən də oxuya bilməmişəm deməkdir, marağım olmayıb. Dedi ki, bala sən bu 3 uşağı bir yana çıxartdım, sən qaldın belə. Elə oldu, bu pandemiya olmadı. Hər yer bağlanıb, heç kim işləyə bilmir. Mən də sənətkaram axı. Əllərim qızıldır mənim, o zəng eləyir ki, gəl maşınıma bax, bu zəng eləyir ki, gəl həyətdə maşına bax. Tələbat var, məcbursan ki, işləməyə. Bunların hamısı mənim yanımda işləyir. Yəni, ya ailə üzvlərimin heç biri heç yerdə gedib işləyə bilmədi. Onlar inanırsınız ki, mən tək işləyirdim, bunlar evdə oturmuşdu. Bunların hamısı maddi və mənəvi olaraq dəstəyi mən verirdim. Deyirdim ki, mama, bəs mənə deyirdin ki, sən acından öləcəksən, o təhsil verdiyin uşaqların hamısı evdə oturublar. Bunlar necə olur ki, bunların əlində hamısının diplomu evdə oturdular. Mən oxumayaram, bugünkü gündə nə probleminiz var, mən həll edirəm. Bəzən hallarda oxuyub diplom da bir şərt deyil. Düzdür, oxumalısan, məsləhət görürəm, tövsiyədir. Amma bacarıq, istedad, o başqa bir şeydir. Onu oxumaqla almırsan. Özü öz ayağının üstündə durmağı bacaran insanları heç kim nə varlığı ilə, nə də yoxluğu ilə qorxuda bilməz. O insanlar güclü insanlar olur. Mən yıxılırsan, durursan və ən axırda elə puxtalaşırsan, hazır olursan ki, sənə nə qədər əziz insan da olsa, nə qədər, necə deyim, kimliyindən asılı olmayaraq o sənə, yox, olsa da olmasa da sənə elə bir təsir etmir. Düzdür, bəzən vaxtı hisslər insanları aldadır, amma mən deyərdim ki, hisslərinlə yox, ağılla hərəkət edən insanlar həmişə qalib olub. Hisslər insanı çaşdırır. Və bir də biz söz deyim, ürəyin istədiyi kimi yeyirsən, ürəyin istədiyin kimi gəzirsən. Bu həyat sənə bir dəfə verilib. İstədiyin kimi həyatını yaşa da. Mənim pis vaxtımda mənim yanımda heç kim olmayıb ki, yaxşı vaxtımda da məndən kimsə nəsə tutsun. Nəsə axtarsın ki, sən bunu artıq etdin və yaxud niyə bunu özü də reklam elədin, niyə görə bu belə oldu, edirəm, yaxşı edirəm, həyat mənim də özüm bilərəm. Türkiyənin sevilən simaları Azərbaycana gəldi. Türkiyənin və Azərbaycanın tanınan, sevilən aktyorları futbol maçında görüşdülər. Nə baş verir? Maqazin Plus'da.
Azərbaycan mədəniyyət və incəsənət nümayəndələrindən ibarət futbol üzrə milli komandamız bu dəfə qardaş Türkiyənin incəsənət nümayəndələrindən ibarət komandası ilə yoldaşlıq görüşü keçirib. Komandalar meydana dəvət olunur. Gəlin onları cümle alkışlayalım. Benim için heyecan verici. Azerbaycan'ı hep merak ediyorduk. Daha önce bir kere gelmek için plan yapmıştık ama bir aksilik olmuştu. Gelememiştik eşimle beraber. Bu sefer futbol maçı yapmak için böyle bir hayırlı bir müsabakada gelmek kısmet oldu. 77 Vügar Şefiye. İlk defa geliyorum. Çok gerçekten heyecanlıyım. Çok yaxşı bir şehir. Bizi de çok güzel karşıladılar. Onun dışında şimdi güzel bir amaç için buradayız. Kimsesiz çocuklar yararına. O yüzden mutluyuz, heyecanlıyız. Maçı bekliyoruz. En son Moskova'daki turnuvada hep beraberdik. Beraber şarkılar söyledik, türküler söyledik. Çünkü duygularımız aynı, kültürlerimiz aynı. Bugün de ortaklaşa kimsesiz çocuklar arasında maç yapacağız. Oyunu idare eden hakimler ve tanış olan baş hakim, elit kategori hakim, Emin Elgi, ona kömek edirler. Yankada hakemleri, FIFA referisi, Gülnure Ekberzade. Qeyd edək ki, komandamızın 1-0 hesabı ilə qalib gəldiyi oyundan gələn gəlir uşaqlar evinə bağışlanıb. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıcı dramaturq, əməkdar incəsənət xadimi Əli Əmirlinin eyni adlı piyesi əsasında hazırlanan Mesenat tamaşasının premyerası baş tutdu. Ama ne olur icazə verin danışsın. Sen danış. Sen böyle şişi çekilerek doktora denk olmaz. Ben uykunu mütləq kiməsə danışmalıydım. Yoxsa bir neçə gün öyle patlayan derdi. Ben danışmasaydım onsuz da danışacağım bir adama. No, bir neçə gün öyle çişip bir bomba gibi geldi. Niye uzadırsan danış görelim. Danış. Süreyya. Sakin danış. Piyes o yüzden çok maraqlı piyesdir və bu piyes oynanılıbdır. Akademik Milli Dram Teatrında oynanılıbdır və bunu bizim gözəl aktyorumuz, unudulmaz aktyorumuz Əl Abbas Qədirov oynayıb vaxtında Mesenatı və çox gözəl dramaturqumuz Əli Əmirli, mənim dostum, o yazıbdır bu piyesi. Əlbəttə burada 2 qat məsuliyyət var, amma aktyorlar can dildən çalışıblar. Hər əsrin öz qəhrəmanları, öz kişiləri var. Tağıyev ailəsinə, o milyonçuların ailəsinə zərər verən, onları güllələyən, onları həbs edən bolşevik hərəkatına qarşı mübarizədir həm də bu tamaşa. Bu tamaşa sosialist mübarizəsinə qarşıdır. Bu tamaşa demokratik, Tağıyev ümumiyyətlə demokratın təməli ilə Tağıyevdən başlayıb əslində. Tağıyev orada söz vardı ki, Nəriman üstümə qışqıranda deyir, mən sevinirdim ki, müsəlman ayılır. Bu demokratiyanın təməli idi əslində. Bu demokratlara qarşı sosialistlərin, kommunistlərin mübarizəsini biz tamaşaçılarımıza göstərmək istədik ki, və Sovet imperiyası, bolşevik hərəkatı bizim nəinki misinatlarımızın əlindən var dövlətini alıb, hətta ailələrimizi dağıdıb. Tağıyev necə qızı Saranı Zeynal bəydən ayrılırlar bolşeviklər. Hacı Zeynalabdin Tağıyev obrazını canlandırmaq mənim üçün həm böyük bir şərəfdir, həm çox böyük bir məsuliyyətdir. Mən o yükü qaldıracağıma inanırdım. Yoxsa mənə əmr veriləndə mən də imtina eləyərdim o roldan ki, çünki çox bir ağır roldur. Amma Allaha şükürlər olsun ki, öhdəsindən yaxşı gəldiyimə inanıram, amma ən gözəl teatrşünas tamaşaçıdır. Onlar öz dəyərlərini verəcəklər inşallah.
mən quvernantkayam Tağıyevin evində, ailəyə yaxın bir adam, yəni ailənin bütün sirləri mənim ürəyimdədir, bütün sirləri hamısı mənim göz qabağımdadır və evin bütün demək olar ki, qapıların açarları məndədir. Yəni mən bilən bu ailə necə yaşayır, nə ilə yaşayır və ona görə mən çalışmışam bu obrazı yaradım, nə qədər uyğun oldusa onu tamaşaçı və siz deyə bilərsiniz. Mən bu tamaşada Murtuza Muxtarov obrazını ifa edirəm, əsas obrazlardan biridir və onu qeyd edim ki, Murtuza Muxtarov Zeynalabdin Tağıyev qədər ictimaiyyət arasında tanınmasa da, amma yetərincə onun Azərbaycanın tarixində çox böyük xidmətləri olan bir milyonçu olub və bizim Bakı şəhərində xeyli sayda binaların necə deyirlər, araya ərsəyə gəlməsində onun böyük xidmətləri olub. Və təbii ki, Murtuza Muxtarovun xarakteri olduqca zəngin olan bir xarakteri var və mən çalışdım ki, bu xarakteri özümdə cəmləşdirə biləm, özümkü eləyə biləm. Tabaqlarda, ağırlıqlarda işləyəndə ülkədarlar həmişə yeməyin ülkəsi bozbatım oldu. Elə bənə vaxtımda da, ondan sonra da sürəmdə değişən bir şey olmadı. Cəmaatım ne gidisə, mən də bir küçük olmayı dedim. Sen dedin. Ben de inandım. Sen bu evinden Nikolay yakılgende biz kasımlar rehberini dibini sıyırırdık ki belki nese çattı bize. Eşidirsen notar bala! Ay bala! Ay bala! Ben seni görende balacı uşağıydım. Sarıkların yamanlı, yüzün gözün kapkara. Gözlerinden mensumluk gelirdi. Mensumluk gelirdi. Maşallah büyümüşsen, maşallah büyümüşsen, maşallah büyümüşsen, maşallah büyümüşsen, maşallah büyümüşsen, maşallah, maşallah büyümüşsen, büyümüşsen, büyümüşsen. Maqazin Plusun çəkilişində göstərdiyi dəstəyə görə Hollywood restoranına dərin təşəkkürümüzü bildiririk. Hollywood ulduzların və hər birimizin seçimidir. Dadlı, ləzzətli təamlar, biri-birindən maraqlı VIP otaqlar və eləcə də 100 və 200 nəfərlik yenicə təmirdən çıxan banket zalı. Maqazin Plus komandasının bu həftədə sizə çatdıracaqları bu qədər. Maqazin Plus Tural Avtoservis 023-ün sponsorluğu ilə sona çatdı. Bu həftəlik sona çatdı. Gələn həftə qarşınızda olacaq. Sağ olun, salamat qalın. Verilişin sponsoru Tural Avtoservis 023.